Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki: "Fəl-iltifatu iləl-əsbab şirkun fit-təvhid." Səbəblərə tam şəkildə yönəlmək təvhiddə şirkdir. Diqqət edin. Səbəblərə bel bağlamaq təvhiddə şirkdir. Yəni, səbəbdən tutursan, lakin elə tutursan ki, birbaşa yönəlmirsən səbəbə. Yəni, tam yönəlmirsən səbəbə. Və bu şirkdir. Yəni, bu səbəb daxı, yəni sən səbəb kimi buna baxmalıydın. Allah bunun səbəbi ilə Allah eləyir. Amma sən tam səbəbə yönəlmirsənsə, qəlbivi tam səbəbə yönəltmirsənsə, yəni səbəbə tam olaraq yönəltmirsənsə, bu təvhiddə şirkdir. Aydındır? Və sonra buyurur ki: وَمَحْوُ الْأَسْبَابِ أَنْ تَكُونَ أَسْبَابًا نَقْصٌ فِي الْعَقْلِ. Nə deyir gör? Səbəbi səbəb kimi görməmək, yəni səbəbin səbəb olmasını görməmək ağılda naqislidir. Ağılda naqislidir. Məsələn, maşını, misaldır bu, yəni hər bir misalı bana çəkmək olar. Məsələn, maşını söndürmürsən ki, deyirsən ki, onsuz da benzin qutarmır ki. Söndür, səbəbdən tut, benzinin azalmaması üçün söndürmək səbəbdir. Və sən söndürmürsən ki, deyirsən, onsuz da azalmayacaq. Azalır axı. Yəni, səbəbi səbəb kimi görməmək, fikirlərin, səbəbin səbəb olmasını görməmək ağılda naqislidir. Yəni, bu artıq insan əqli naqisdir bunu. Yəni, səbəb daxı, benzinin getməməsi üçün söndürmək səbəbdir. Lakin bu səbəbi söndürməyi benzinin getməməsi üçün səbəb görmür. Naqislidir ağılda. Və yandırır maşını, söndürmür. Deyir, benzin azalmır ki onsuz da. Aydındır? Yəni, səbəbdən tutmamaqla fərq eləmir. Və bu naqislidir ağılda. Və sonra görün nə deyir? وَالْإِعْرَادُ عَنِ الْأَسْبَابِ بِالْكُلِّيَّ قَدْهٌ فِي الشَّرْعِ. Səbəblərdən tam şəkildə üz döndərmək isə şəriətə ləkə yaxmaqdır. Subhanallah, fikir verin, necə izah edir. Yəni, tutmursan da səbəbdən. Oturmursan evdə, deyirsən ki, yazılıbdır onsuz da rozim. Fikir ver, və bu söhbət. Yazılıbdır onsuz da. Neynirəm ki, işləyib? Səbəbi tam şəkildə, baxın, səbəblərdən tam şəkildə üz döndərmək, yəni rozi əldə olmaq üçün səbəblərdən tutmalısan axı. Bəs səbəblərdən tam şəkildə üz döndərmək isə şəriətə ləkə yaxmaqdır. Yəni, bizim şəriətimiz belə şey əmr eləməyib bizə. Aydındır, bu üç məsələni dəqiq anlayan insan, xeyir içində olan insandır. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah bunu öz fətavasında bu cür dəqiq təfsilatla izah edir. İxlasla.com saytı tərəfindən təqdim olundu.